Və budur. Dostlar salam, Nizat Xaç kanalıma xoş gəlibsiniz. Bugün yeni icarəyə götürdüyüm avtomobili sizə təqdim etmək istəyirəm. Əsas məqsəd bu avtomobildə kuryer sistemində işləyərək nə qədər pul qazanmağı sizə göstərmək istəyirəm. İlk öncə avtomobilin təmizlik işləri görülməlidir. Avtomobilin salonu xoşa gəlməz vəziyyətdə deyil, çirklidir. Onları bugün sizə təmizləyib göstərməyə çalışacağam. Salona nəzər gəzdirdikdə belə çirklidir. Salon bərbad vəziyyətdə demək olar. Ümumi təmizlənməlidir. Təmizləyib nəticəni sizə göstərəcəm. İlk öncə ayaqaltı rezinlərini çıxardaq. Başlayaq filsoslamağa, ondan sonra qalan işləri görək. Gördüyünüz kimi bu hissələr çox çirklidir. Birinci ona görə filsoslamaq lazımdır. Dostlar göründüyü kimi buranı artıq filsosladım. Maksimum nəticə yəni budur. Arxa hissədə isə yekun nəticə belədir. Bagaj hissəsi də filsoslandı, yekun nəticə belədir. Deməli dostlar, salonu təmizləmək üçün belə bir qarışım düzəltdim. İndi bunu salonda işlətdikdən sonra nəticəni sizə göstərəcəm. Dostlar, qarışımı istifadə edək. İndi isə gəlin çıxan çirkə baxaq. Və budur. Belə dostlar, bu qapı artıq hazırdır. Yəni maksimum belə təmizləndi. Bu isə arxa qapıdır. Bu da təmizlədikdən sonraki halı. Fərq hiss olunur.
Belə dostlar, bütün qapılar artıq yekunlaşdı. İndi keçirik salonumuza, əsas hissəsinə, orta konsola. Bu da orta konsolun yekun nəticəsi. Ruldasa belə xoşa gəlməz ləkələr var. Balaca. İndi onları təmizləməyə çalışacağam. Belə dostlar, yekun nəticə belədir. İndi isə keçək bagaj hissəsini təmizləməyə, belə yerləri, xırda yerləri təmizləməyə. Bu da nəticə dostlar. Deməli belə dostlar, bugünkü işimiz artıq bitdi. Bagajda son nəticə belə elədim. Yolluq lazım olan bütün ləvazimatları yerləşdirdim. Nəticə ilə sizə bir daha tanış edeyim. Deməli belə dostlar, bugünkü videomuz bununla da yekunlaşır. Əgər sizə belə videolar maraqlıdırsa, kanalımıza abunə olub like atmağı unutmayın və davamlı belə videoların gəlməyini istəyirsinizsə şərh bölməsində yazmağı unutmayın. Təşəkkürlər.